Salamlar, necəyik? Bugün sizlə rədd edilmə duyğusu barəsində danışmaq istəyirəm. Rədd edilmə duyğusu davamlı olaraq yox sayıldığın anlar, iqnor olunduğun anlar, görülmədiyin anlar, önəmsənilmədiyin anlar baş verə bilən bir emosional fondur. Sən burada rədd edilməni şuuraltı olaraq proqramlayırsan və həyatında avtomatik olaraq sənə yox deyən, səni iqnor edən, səni görməyən, səni önəmsəməyən insanlardan qıcıq almağa başlayırsan. Amma bu duyğuya və yaxud da ki, bu qorxuya ad verə bilmədiyin üçün davamlı qıcıq olursan, əsəb keçirirsən, davamlı təsdiq olunmaq istəyirsən. Bunun üçün nə edirsən? Bunun üçün bəziləriniz marka geyimlər alır, özü də xəbərsiz, sırf başqaları onu görsün deyə, təsdiq etsin deyə. Ən təməl ehtiyac isə sevilim, görülüm, duyulum. Yəni sevgi qazanmaq adı altında bunu edirsiniz. Bəziləriniz bədəninizlə bağlı düzəlişlər edirsiniz, bəziləriniz ümumiyyətlə təhsil, bəziləriniz ümumiyyətlə ailə həyatınız fərqi yoxdur. Həyatınızın hansısa sferasında şuuraltı olaraq rədd edildiyinizə görə davamlı sevgi qazanmaq və təsdiq qazanmaq adına davamlı nələrsə dəyişməyə çalışırsınız. Amma özünüzü sorğulasanız, əslində görəcəksiniz ki, bəlkə də siz bu dəyişikliyi bədəninizlə bağlı, paltarınızla bağlı, gəzməyinizlə bağlı, ailənizlə bağlı istəmirdiniz. Aha, belə olan təqdirdə artıq sən başa düşürsən ki, müəyyən bir etapda həqiqətən mən nə istəyirəm? İlk sorğulama sual buradan gəlir. Həqiqətən mən nə istəyirəm? Aha, bu sualı verdiyin an sən başqalaşmadan çıxıb, yəni başqalaşmadan çıxıb özün olma prosesinə girirsən. Özün olma prosesində anlayırsan ki, əslində mən bunları istəmirdim. Mən saçımın bu rəngi olmasını, geyimimin bu cür olmasını, mən təhsilimin bu qədər çox olmasını və yaxud da ki, bu insanla ailə həyatı və s. şəkildə istəmirdim. Demək ki, baza fon olaraq mənim rədd edilmə duyğum olduğuna görə və rədd edilmə qorxum olduğuna görə mən buna ehtiyac duymuşam. Bəs yaxşı, rədd edilmə duyğusu ümumiyyətlə necə yaranır? Rədd edilmə duyğusu adətən bizə mama vasitəsilə, mamanın emosional duyğusu vasitəsilə proqramlanır. Düzdür, burada bəziləriniz deyə bilərsiniz ki, ümumiyyətlə atam vasitəsindən də keçə bilər və s. amma baza fon olaraq mama. Mama uşaqlıqdan, yəni 0-6 yaş aralığında sizi istəmsizcəsinə yox deyibsə, rədd edibsə, dəyərsizləşdiribsə, döyübsə, yəni psixi və fiziki zorakılıq eləyibsə sizə özü də bilmədən, bu sizin uşaq beyniniz tərəfindən rədd edilmə proqramlanması adı altında proqramlanıb və həyatınızda emosional məsələlərdə, xüsusilə də münasibət qurarkən, iş yerlərində, dostlarınızla, ətrafınızda, hətta ən yaxın psixoloqunuzla belə rədd edilmə duyğusuna düşə bilirsiniz. Amma halbuki reallıqda bəlkə də o insan sizi rədd etmir. Amma sizə elə gəlir ki, o sizi rədd edir. Yəni qısacası yox sayır, önəmsəmir, dəyər vermir və s. Aha, dərin şuuraltı terapiya proqramlarından sonra siz başa düşürsünüz ki, əslində bu insanın məni rədd etməsi mənim önəmsiz, dəyərsiz, görünməz, vecsiz, sevgiyə layiq olmamağın mənasına gəlmir. Əslində bu insanın seçimi, iradəsi, bazası budur. Yəni sənin gözündən illüziya pərdəsi qalxır, sən qarşındakı insanı olduğu kimi görüb, seçib dəyərləndirə bilirsən və rədd edilmə duyğu hər bir insanda var. Elə bir insan yoxdur ki, yox olmaz. Amma sən bunu şuurlu yönəldə bilirsən. Amma rədd edilmə duyğusu və yaxud da ki, qorxusu bizi o zaman yönəldə bilir ki, biz bunun fərqində deyilik və şuuraltı olaraq bu proseslərə yönəlməyə çalışırıq. Ona görə bəzən özümüzü dəyərsiz, yetərsiz, sevgisiz, istədiyimiz şeyləri ala bilməməyə fokuslu olaraq qalırıq. Rədd edilmə duyğusunun necə işləmək olar? Rədd edilmə duyğusunu işləməyimiz üçün ilk öncə bizə lazımdır, daha doğrusu sizə lazımdır fərdi şəkildə psixoloji terapiya. Mənim işlədiyim şuuraltı terapiya daha çox şuuraltı proseslərindən, yəni ki, şuuraltı ilə birbaşa işləyirəm, CBT texnikasından işləyirəm. Eyni zamanda sizə coaching metodu ilə, texnika vasitəsilə bu qorxunu şuuraltı olaraq işlədikdən sonra zamanla sizdə yeni proqramlar yaranır və bu proqramlar sayəsində siz artıq bu duyğunu idarə edə bilirsiniz, həyatınıza yön vermir. Və sual versəz ki, ödənişsiz şəkildə mən nə edə bilərəm? Hal-hazırda psixoloqa getməyə imkanım yoxdur. Mən sizə təklif eləyəcəm hər ay keçirdiyim ödənişsiz qrup sessiyaları. Yəni burada mən ödənişsiz şəkildə diaqnostika və konsultasiya edirəm ki, bu sənə müəyyən etapda fərqindəlik qazandıracaq. Tövsiyə edirəm ödənişsiz YouTube videolarımı. Buradan da baxıb müəyyən qeydlərini götürə bilərsən. Amma yox, düşünürsənsə ki, bu məsələ həqiqətən ciddidir. Mənim nə isə təxirə salmağıma ehtiyac yoxdur. O zaman birbaşa aşağıdakı qoyduğum Instagram linkindən keçid edərək mənimlə əlaqə saxlayıb birbaşa sessiyaya yazıla bilərsən. Qeyd edim ki, sessiyaya yazılmaq üçün ilk öncə 10-15 dəqiqə mən sizi ödənişsiz şəkildə diaqnostika və konsultasiya edirəm. Daha sonra isə sizinlə fərdi seans təşkil olunur. Özünüzə vaxtında yatırım edin ki, bu duyğunun təsiri ilə, fonu ilə həyatınızdakı növbəti sizin üçün uğursuz, sizin üçün bədbəxt adlandırdığınız travmalara, düşüncələrə, duyğulara, insanlara məruz qalmayasınız. Sevgi ilə qalın.